Salam uşaqlar, 25 may tarixində keçirilmiş blok imtahan suallarına baxacağıq. İkinci qrup riyaziyyat fənni üzrə. Vaxt keçmədən keçək sualların izahını. Birinci sualda deyir limiti tapın. Deməli bu tip misallarda biz nə edirdik? Hər tərəfi n-ə böləcəyik. Dərəcəsi böyük olan ifadəyə, daha doğrusu kökaltı n. Onda olacaq limit n yaxınlaşanda sonsuzluğa. Kəsr xətti çəkirəm yuxarıda olacaq. Kökaltı n-ə bölsək olacaq 49n bölünsün n. Üstə gəlsin. Burada bir kök altda da var. Artıq burada olacaq n kvadratı. Kökün altının salında olacaq 10n bölünsün n kvadratı. Bir də olacaq kök altında 16n bölünsün n. Təbii ki, burada n'lər ixtisar gedir. Burada məxrəc, burada n'lərin biri gedir. Qalır nə? 10 bölünsün n. Məxrəc sonsuzluğa getdiyi üçün bu 0 olur qiyməti. Bu da bərabər olacaq kök altında 49'da doğrusu 49 sürətdə qalır. Kök altda 16'da məxrəcdə. 16'dan 4 çıxır, 49'dan 7. Yəni cavab olur 4'də 7 D variantı. Keçək növbəti ikinci sualımıza. Buranı təmizləyək. Deməli deyir ki, ABC müxtəlif tərəfli üçbucağında AB 5'dir. Məsələn, tutaq ki, bura bir dənə ABC üçbucağı çəkək. Bura A olsun, B olsun, bir də C olsun. AB 5, bura yazdım 5, BC 12'dir. Bura 12 yazdım və B bucaqda nədir? 90 dərəcədən kiçikdir. B bucağı kiçikdir 90'dan. AC tərəfini ala biləcək qiymətdir. Burada bir x yazıram. Onda bizim qaydamız nə idi? Modulda fərqindən, yəni 12 çıxılsın 5'dən böyük olacaq x. Kiçik olacaq nədən? Kök altında onların kvadratları cəmi 12'nin kvadrat üstə gələk 5'in kvadrat. Buradan da hesablasaq 12'dən 5 çıxanda bizdə nə qalacaq? 7 kiçikdir x. Burada 12 5. Buradan da təbii ki 13 çıxacaq. 13 7'dən böyük 13'dən kiçik 8'dir, 9'dur, 10'dur və 11, 12, 1, 2, 3, 4, 5 ədəd. Yəni doğru cavab burada olacaq. 5 yoxdur. Hə, burada uşaqlar BC 12-dirsə biz müxtəlif tərəfli deyirək, artıq x-i 12 götürə bilmərik. O görə birini çıxacaq, qaldı yerdə 1, 2, 3, 4 dənə. Yəni doğru cavab olacaq B variantı. Üçüncü sual, buranı silək. Biraz diqqətli olmaq lazımdır. Deməli, həcmi 729 olan kubda tilləri AB 4'dür. Aha, buranı biraz yaxınlaşdıraq. Bir dəqiqə. Aha, bura 4'dür. Bu isə 7'dir bizdən. Aha, sonra nə deyir? DABC piramidası kəsilmişdir. Kubun qalan hissəsi. Yəni biz bu piramidanın həcmini tapıb kubun həcmindən çıxmalıyıq. Onda biz nə edəcəyik? Kubun həcmi təbii ki hazır şəkildə verilir. V bərabərdir A kubu bərabərdir 729. Onda A nəyə bərabər olacaq? 9'un kubunda olacaq 9. Onda AB bu piramidanın biz həcmini tapa bilərik. Onda V bərabər olacaq. Piramidada 3'də 1 vurulsun. Oturacaq nədir burada? 3 bucaqda 7 vurulsun 4. Düz bucaqlı 3 bucaqdır bu arada. Çünki kubun küncündən kəsilib bölünsün 3 qatillər hasil yarısı. Bir də vurulsun hündürlük. Hündürlük də nədir? Elə bu kubun tilidir. O da tapmışlıq neçədir? 9. Bir də vuracam 9'a. Bu da bərabərdir. İxtisarlar gedəcək. Burada qalacaq 3. Burada qaldı 2. Bu da eləyir nə? Yekunda 42. Deməli ümumi piramidanın həcmi nə oldu? 42. 729'dan da çıxacam 42. Çünki bu qədər kəsilib. Çıxanda da qalacaq 7, 8, 687. Yəni doğru cavab olacaq Y variantı. Keçək 4-cü suala. Buranı silək. Deməli, deyir funksiyasının qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğu y-in aldığı qiymətlərdir. Mən baxıram burada 9 üstü sinus x. Sinus x hansı aralıqda dəyişirdi? Yəni ən kiçik -1 alırdı, ən böyük də 1 alırdı. Gətirib yerinə yazsaq onda olacaq y bərabər 9 üstü 1 elə 9 eləyəcək. Bir də y bərabər 9 üstü -1. Bu da eləyəcək nə? 9'da 1. Yəni 9'da 1, 9 aralığında qiymətlər alacaq. Doğru cavab olacaq D variantı. 5-ci sual deyir funksiyanın artma aralığını tap. Deməli biz burada 5-ci sualda törəməsini 0-dan böyük bərabərdə götürə bilərik və yaxud da ki təpə nöqtəsini taparıq. X0 və yaxud m-i -b böl eləyəcək -b -2 olacaq, müsbət 2 bölünsün 2 bərabər eləyəcək 1. Qollar yuxarıya baxır. Təpə nöqtəsi 1 isə 1 müsbət sonsuzluq olacaq. Yəni doğru cavab olacaq Y variantı. Və yaxud da yenə dediyim kimi törəməsini taparıq. Olacaq 2x minus 2 böyük bərabər 0. Buradan olacaq 2x böyük bərabər 2. X da böyük bərabər 1. Yenə cavab Y variantı çıxır. Keçək növbəti 6-cı sualımıza. Buranı silək. Deməli deyir perimetr 20 olan bərabər trapesiyanın yan tərəfinin uzunluğu onun orta xəttinə bərabər trapesiyanın yan tərəfini tapın. Buradan bir dənə trapezi çəksək, bura A olsa, bura B olsa orta xətt necə tapılırdı? A üstə gəl B bölünsün 2'yə. Deməli yan tərəflər olacaq orta xətt. Perimetrdə 20'dir. Onda bunları toplasaq A plus B bölü 2, A plus B bölü 2. 2 dənədir də onda
toplayasam olacaq nə? A plus B-nin özü, bir də oturacaqlar üstə gəlsin A plus B yenə. Bu da bərabərdir. Nə olmalıdır? Elə burada 2A 2B eləyir də. 2A üstə gəl 2B-yə. Bu da bərabər perimetr 20'dir. Hər tərəf 2'yə bölərik. Olacaq A plus B bərabərdir 10'a. İndi A plus B-nin yerinə 10 yazsam 10 bölü 2 olacaq. Yəni yan tərəf olacaq 5. Doğru cavab olacaq C variantı. 7-ci sual. Buranı silək. Deməli deyək ki, məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Deməli 200 oğlandır. Oğlanların sayını böləcəyik nəyə? Bütün iştirakçıların sayına vuracağım nəyə? 100%. 2 ədədin faiz nisbət. Oğlanlar 200 ədəddir. 200 nəfərdir, üzr istəyirəm. Ümumi nə qədərdir? 200, 300, 500 nəfər. Bunu da vuracağım nəyə? 100'ə, 100%-ə. Sıfıra ixtisar gedir. 200 ilə 5'ə bölündə qalacaq nə? 40%. Yəni doğru cavab olacaq. 7'də də A variantı. Keçək 8-ci suala. Buranı silək. Trigonometrik tənlikdir. Bu tipli misallar çox işləmişik. Topluda da var. Hər tərəfi nəyə bölək? Kosinusa bölək. Olacaq sinus x bölünsün kosinus x. Çıxılsın kosinusa böləndə zaten 1 eləyir. Yenə də yazaq da kosinus x bölünsün kosinus x bərabər 0'a. Buradan bu bizə verəcək tangens x. Çıxılsın 1 bərabər 0'a. Buradan da olacaq tangens x bərabər 1'ə. Tangens də 1'i x bərabər pi böl 4 plus pi k-da alır. Pi böl 4 plus pi k. C variantı da, hə? Bəli, C variantı 8'də. Keçək 9'a. 9-cu sual. Deməli deyir A və B-nin hansı qiymətində çoxaltısının qüvvəti 5'ə bərabər olur? Qüvvəti 5'ə bərabər olması üçün həmin ifadədə ən böyük qüvvət elə 5'in özü olmalıdır. Deməli burada 8 var qüvvətdə, bir də 6 var. Bu ikisini ləğv eləməliyik. Yaxşı, necə ləğv eləyərik? Burada 8 x üstü 8'in əmsalı müsbət 3'dür. Yəni müsbət x üstü 8'dir. Burada isə mənfi A x üstü 8. Təbii ki, burada A-nın yerinə mən nə yazmalıyam? 3 yazmalıyam ki, biri mənfi olsun, biri müsbət, bir-birini islah eləsin. Deməli A-nın yerinə olacaq 3. Burada da B əmsalı x üstü 6, 2 x üstü 6. Digərində də B x üstü 6. Bunlar islah olması üçün B-nin yerinə yazmalıyam? Təbii ki, mənfi 2. Və yaxud da toplayıb 0'a bərabər də eləyə bilərsin. Təbii ki, belə şifahidə görsənir. Deməli, B-nin də yerində oldu mənfi 2, A 3. Bunlar ixtisar, daha doğrusu islah olacaq. Qalacaq x üstü 5. Yəni doğru cavab burada olacaq nə? D variantı. 10-cu sual. Buranı silək. Keçək 10-cu suala. Deməli, deyir, təhlillər sistemində x, y hasilini tapın. İlk öncə yuxarıdakı ifadəni cəmi belə yazaq. X çıxılsın y-in kvadratı. Bir dənə çıx 4x, y yazaq ki, həmin ifadəyə bərabər olsun. Bərabərdir mənfi 47'yə. Burada aşağıda x minus y 1'dir. Elə yerinə 1 yazsın. 1'in kvadrat 1 eləyər. Çıxılsın 4x, y bərabərdir mənfi 47. Buradan da olacaq 4x, y bərabərdir müsbət 48'ə. X, y də bərabər nəyə? 12'yə. Yəni doğru cavab olacaq nə? C variantı. 11-ci sual. Buranı silək. Deməli deyir ki, müstəvidə 8 cm, daha doğrusu desimetr məsafədə. Bu arada uşaqlar səsimə görə üzrü sayın. Biraz boğazım soyğuluyub. Deyir 8 desimetr məsafədə olan nöqtədən müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Yaxşı, onda bir dənə buradan müstəvi çəkək ya da belə bir müstəvi çəkək. Buradan bir dənə nöqtə götürək. Buradan hündürlüyü endirək. Bu uzunluq deyir nə qədərdir? 8 desimetr. Bura 8 yazıram. Bir dənə də mail çəkirəm. Burada 16'dır. Onda hökmən buranı birləşdirək. Bu düz bucaqlı bucaq əmələ gəlir. Deyir həmin hündürlüyün mail üzərində proyeksiyası. Deməli buradan da hökmən bir hündürlük çəkməliyəm. Burada hündürlük olur. Bir dəqiqə uşaqlar. Biraz yaxşı çəkək. Elə eləyək ki, aydın görsənir. Bax bu proyeksiyadan söhbət gedir. Burada 1x yazıram. Onda bizdə düstur nə idi? 8'in kvadratı bərabərdir x vurulsun. Yəni bura vurulsun ümumi uzunluq. Buranın kvadratı bərabər. 8 x vurulsun 16. Buradan x bərabərdir 64 bölünsün 16. X də bərabər olacaq nəyə? 4'ə. Yəni doğru cavab olacaq A variantı. Ümid edirəm başa düşdünüz. Burada şəkli biraz bu şəkildə çəkdik. Əslində bunu belə desək, məsəl üçün belə fırlayıb da təsəvvür edə bilərsiniz. Düz bucaqda buranın kvadratı var idi. Buranın kvadratı bərabər idi. Bura vurulsun ümumi hissə. Baxın, o həmin düstur. Deməli, sonra növbəti sual 12-ci sualımız. Deməli 12-ci sualda deyir ki, bowling liqasının oyuncuların nəticəsi və eyni nəticə göstərən oyuncuların sayı cədvəldə verilmişdir. Verilmiş nəticələr əsasən median və modanın fərqini bizdən soruşur. Deməli, moda ən çox təkrarlanandır. Burada ən çox eyni nəticə yığan neçə nəfərdir? 4 nəfər, 130 yığıb. Deməli, moda neçədir? Bax, buradan yazıram. Moda ən çox təkrarlanan, yəni olacaq 130.
Buraya yazdım 130. Bizə nəyə soruşur? Soruda medianını tapmalıyıq. Median ən kiçikdən başlayıb artan sırayla düzməliyik. 125-dən ən kiçik 125 2 dənədir. Yazıram bura 125, 125. Sonra 125'ten sonra 130'du. 4 dənədir. Ona buraya yazıram 130, 130. Dəqiqə. Aha, 130. Sonra bizdə nə var? 135'den 2 dənədir. 135, 135. Cəm belə yazaq. Çox vaxtımız getməz. Heç 100 yazmayaq, elə əvvəllərini sonrasını yazaq. 2 rəqəm 25, 25, 30, 30, 30 və yenə də 30. Sonra 35 2 dənə, 35, 35, sonra 40, bir dənə 40'ımız var. 45 3 ədəddir. 45 və 45, bir də 50 2 dənə də 50. Aha. Deməli cəmi neçə nəfərdir? Deməli median neçə olacaq? 7 ilə 8-ci nömrəli ədədlər 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni bax bu ikisi. Olacaq 35, üstə gəl 35. Bizdə də 2 ədəd olanda ədəd ortasını tapırdıq da. 35, 35, 70, 2-yə böldük, yenə 35'in özü eləyəcək də. Deməli oldu. İndi burada 35 deyirəm uşaqlar. Biz son 2 rəqəm götürmüşdük də. Əslində bunlar 135, 145. Deməli oldu median da. Median 135. İndi bizdən də fərqini soruşur. 135'dən də 130 çıxanda qalacaq 5. Yəni doğru cavab olacaq Y variantı 12-ci sualda. 14-dür, 13. Aha, silsilə deyəsən, buranı silək. Deməli deyir ki, ədəd silsilənin ilk 10 həddinin cəmi 220-dən böyük, yəni S10, S10 220-dən böyük, yəni böyükdür 220. 260'dan da isə deyir kiçikdir, 260'dan da kiçik. Bu silsilənin birinci həddi, yəni A1 buradan yazıram. A1 bərabər 7 olarsa, deyir bütün hədlər natural silsilə fərqini soruşub bizdən. D-ni tapmaq lazımdır. Deməli ilk öncə S10 necə tapılır onu yazaq. Deməli S10 yerinə yazıram 2A1 üstə gəlsin M-1 vurulsun D. Yəni 10'sa 9D olacaq. Vuracam elə, yəni 10'a böləcəm 2 ilə ixtisar gedir. Burada 5 qalır da. Vur 5 yazıram bura. Kiçikdir 260'dan, böyükdür 220'dən. Burada hər tərəf 5'ə bölsək olarmı? Bəli. Burada eləyəcək, düşəcək 44, kiçikdir 2A. A1 7 idi, elə buna 2'yə vuranda nə olacaq? 14 plus 9D yazaq. Bu da kiçikdir 260'ı bölək 5'ə. Burada düşəcək 52. Hər tərəfdən də 14 çıxaq. Burada qalacaq 30, kiçikdir 9D. O da kiçikdir 52'dən 14 çıxaq qalacaq nə? 38. Deməli bizdə də 9'un hasilidir, yəni 9 dedi. 30-38 aralı 9'a bölünən ədəd bir dənə 36'dır. Onda 36'yı 9D'yə bərabər eləsək, onda buradan da D bərabər olacaq neçəyə? 4'ə. Yəni doğru cavab olacaq. Burada da C variantı 13-cü sualın cavabı. 14'ə baxaq, buranı silək. Suallar məncə o qədər çətin deyil idi, yazmaq olardı. Deyir bərabərsin ən kiçik həllini tapın. Loqaritmadı əsas birdən böyükdür, onda olacaq x kvadratı üstə gəlsin x, üstə gəlsin 3, kiçik bərabərdir 3 üstü 2, yəni 9'dan. Yəni işarəni olduğu kimi saxladıq. Niyə? Çünki əsas birdən böyükdür. İndi burada da olacaq x kvadratı üstə gəl x, 9'u adlatsaq, plus 3, mənfi 9 eləyəcək çıx 6, kiçik bərabərdir 0'dan. Burada köklər nə olacaq? Qeyd eləyək. 2 ilə 3, 2, 3, 2, 3, 2, 3, mənfi 3, bəli, mənfi 3, müsbət 2. Onda olacaq x mənfi 3 oldu, bir də 2 oldu, kökləri buraya yazaq. Əksi ilə də mötərizədə yazacaq, x çıxılsın 2, kiçik bərabər 0. 2-dən böyük qiymət versək müsbət, mənfi müsbət özləri də daxildir. Onda olacaq hansı aralıq? Mənfi 3, 2 aralığı. Bir də təbii ki unutmaq lazım deyil ki, biz bu ifadəni nə etməliyik? Sıfırdan böyük götürməliyik. Çünki loqaritma daxilindədir. Təbii ki burada sıfırdan böyük olacaq həmişə. Niyə? Çünki diskriminantını tapsaq, mənfi B 1'in kvadratı çıxılsın 4AC. Çıxılsın 12. Yəni bunun kökü yoxdur. Və qollar yuxarı olduğu üçün elə bir tənli belə desək, qrafiki yuxarıdan keçir. Ancaq funksiya müsbət qiymətlər alır. Ümid edirəm başa düşdünüz. Ancaq müsbət, yəni yuxarıda yerləşir. Qollar da yuxarıda və kök də yoxdur. Yəni x oxunda kəsilmişsə, deməli qrafik yuxarıda yerləşir, ancaq müsbət qiymət alır. İndi burada da ən kiçik həllini deyirsəm, olacaq mənfi 3. Yəni doğru cavab olacaq Y variantı. 15-ci sual. Kompleks ədədlərin hasili. Hasilini soruşur bizdən. Oranı silək. Yəni bildiyimiz kimi bir-birinə vurmalıyıq. Olacaq nə? Z1 vurulsun Z2 bərabərdir. Birbaşa yazıram 3 dəfə 2 6 üstə gəlsin. 3'ü vursaq mənfi i çıx i yazıram.
Üstə gəlsin ini 2-də 1 i-yə, daha doğrusu 2-ni 2-də 1 i-yə vursaq i eləyəcək. Bir də çıxılsın bir-birinə vuranda olacaq 6-da 1 i kvadrat. Bu da bərabər olacaq i'lər islah olur. 6 tam i kvadratdan -1 də olacaq 6 üstə gəlsin 6-da 1. Artıq çıxma olmayacaq. Bu da 6 tam 6-da 1 eləyir. Bu da neçə eləyir? 6-da 37. Yəni doğru cavab olacaq A variantı 15-ci sualda. 16-cı sual. Buranı təmizləyək. Deyir ki, nöqtələr koordinat başlanğıca nəzərin simmetrik olarsa AB-ni tapın. Koordinat başlanğıca nəzərin simmetrik nə idi? Məsəl üçün x, y nöqtələri 0, 0. Koordinat başlanğıca nəzərin olurdu -x, bir də -y. Yəni işarələr əksinə dəyişir. İndi A gəlib olub müsbət 2. Deməli A-nın x-i neçəymiş? Daha doğrusu A-nın özü neçəymiş? -2 imiş ki, əksinə dəyişib olub müsbət 2. Sonra B müsbət 3 imiş. Daha doğrusu y-i müsbət 3 imiş olub B-yə. B-si müsbət 3 immişsə işarəsi əksinə dəyişməlidir. Olacaq nə? -3. Deməli A oldu -2, B oldu -3. Yəni işarələr əksinə dəyişdi hər birini. Bu da hansı variantdadır? D variantıdır. Keçək 17-ci suala. Buranı təmizləyək. Deməli deyir, poliqram hündürlükçülər verilib. Təbii ki, biz bura nə çəkməliyik? Poliqram çəkməliyik. Bir hündürlük buradan endirirəm. Bu 6 kökdə 3-dür. Bir hündürlükdə digər tərəfə endirirəm. Bura neçədir? 8-dir. Və aralarındakı bucaq 60-dır. Bu hündürlükdür. Burada hündürlük 90 dərəcə qoyuram. Burada 60. 4 bucaqlı daxili bucaqların cəmi 360 olmalı. 90, 90, 180 çıxanda 60. Onda bura neçə olacaq? 120 dərəcə. Yəni cəmi 360 verməlidir. Onda bura 120-dirsə, bu iti bucaq nə olacaq? 60 dərəcə. Onda bu yuxarıya qalır neçə? 30 dərəcə. İndi biz kiçik tərəfini tapsaq bizə bəs eləyir də. 30 dərəcəli bucaq qarşısındakı belə deyək də, bura 6 olacaq. 60 dərəcəli bucaq qarşısındakı katet yarısı kök altı 3 misliydi də. Deməli 12 imiş ki, yarısı 6 olub. Onda kök altı 3-ə vurmuşuq. 6 kökdə 3 olub. Deməli kiçik tərəfi nə oldu? 12. Və ona çəkilmiş hündürlük də 8-dir. S bərabərdir AH-dır. Onda olacaq 8 vur 12 bərabərdir 96. Varmı? Bəli. Doğru cavab oldu C variantı. 18-ci suala baxaq. Buranı silək. Deməli bizə deyir ki, kürənin radiusu 5 dəfə artdıqda həcmi necə dəyişər? Həcmin təbii ki, düsturunu bilməliyik. 3-də 4 pi r kubudur. R kubundan düz mütənasib asılıdır. Yəni radius artanda həcm də artır. İndi 5 dəfə artırmışamsa 5-in kubu olacaq. Bu da necə 125 dəfə artmalıdır həcm. Doğru cavab olacaq D variantı. Bu da oldu 18, 19. Bu tipli suallar demək olar ki, yəni topluda çox işləmişik. Deməli bu tipli misallarda nə edirik? 2 cəm heç vaxt 0 ola bilməz. Nə zaman 0 olur? Ancaq hər ikisi ayrı-ayrıqda 0-a bərabər olarsa. Və burada da belə deyil. Biri kvadratı, biri moduldur. Hər zaman ya 0 çıxır, ya müsbət çıxır. Bizdə deyil, müsbət ədədlərin cəmi 0 ola bilməz. Deməli, hər biri 0-dır. Onda x kvadratı üstə gəlsin, x çıxılsın 6 bərabər 0-dır. Bir də x kvadratı üstə gəlsin, 4x üstə gəlsin 3 bərabər 0-dır. Bunun kökləri olacaq -3, 2. Bəli. Bunun kökləri nə olacaq V7-lə? 4-dən -1 eləyir. Yoxsa -3, 1 vuranda 3, toplayanda -4, -3, -1 olmalıdır. Onda bu da hər ortaq kök hər birində -3'dür. Yəni doğru cavab olacaq C variantı. Biraz sürətlə izah edirəm. Şuralar mən də sizin qədər heyecanlıyam. 20-ci sual. Ümid edirəm hər hansı bir yerdə səhvlik etmədik. 20-də deyir, vektorlar verilmişdir. K'nın hansı qiymətində? Vektorun uzunluğu 17'ye bərabərdir. Vektorun uzunluğu kök altı kvadratı da. İndi burada 3A plus B'dir da. İndi A'nın koordinatlarını 3'ə vursaq, onda olacaq 3A bərabərdir. Birbaşa yazaq da. 3A olacaq nə? 15, 3K, bir də -2'ni də 3'ə vursaq, -6. B'nin də koordinatlarını buradan yazıram. 2, 15 və 6. İndi bunların cəmi deyir, uzunluğu da doğrusu 17. İndi uzunluğu nə idi? Daha doğrusu toplayaq birinci 3A plus B'də. Bunları da toplasaq olacaq 3A plus B bərabərdir. Uyğun elementlər nə olacaq? 15 ilə 2'ni toplayanda 17 eləyəcək. 3K ilə 15 toplayanda olacaq 3K plus 3K plus 15. Bir də -6 ilə də 6'yı toplayanda 0 eləyir. Burada yazdım 0. İndi bunların uzunluğu necə tapırdıq? Kök altında kvadratlar. 17'nin kvadratı birbaşa yazırım 289. Üstə gəlsin 3K plus 15'in kvadratı. Bir də 0'ın kvadratı da zaten 0 eləyir. Yeni də yazaq. Bərabər nəyə? Uzunluq deyir 17 olsun. 17'nin də kvadrat dedi 289. Hər tərəfi daha doğrusu 17 uşaqlar üzr istəyirəm. 17'ye bərabər. Hər tərəf kvadrata yüksəltsək 17'nin də kvadratı yüksəltsəm 289 olur. Buradan kök itir. Bunlar islah olur. Buradan onda olacaq nə? 3K plus 15 kvadratı bərabərdir 0'a. Bu ifadənin 0'a bərabər olması üçün bu içəri nə olmalıdır? 0 olmalıdır. Yəni 3K plus 15 bərabər olmalıdır 0'a. Buradan da K bərabər nəyə?
-5'ə. Doğru cavab olacaq D variantı 20-ci sualda. Keçək 21-ci suala. Buranı təmizləyək. Deməli, deyək B-nin hansı, B parametri hansı qiymətlə bərabərləş sistemin yeganə həlli olar? Burada biraz yaxşı düşməyim uşaqlar. Birində x böyük bərabərdir. X böyük bərabərdir 2b kvadratı çıxılsın 3b plus 7'dir. Digərində də x kiçik bərabərdir b kvadratı üstə gəlsin 5b çıxılsın 9'dur. Bunların hər birinin ortaq həlli olması üçün biri böyükdür, biri kiçikdir. Neynəməliyəm? O funksiyadakı kimi bir-birinə bərabər götürürüm. Bax, burada da ortaq həllisə deməli hər ikisini də ödəməlidir. Onda bunları bərabər götürsəm olacaq b kvadratı çıxılsın 3b plus 7 bərabər olacaq b kvadratı üstə gəlsin 5b çıxılsın 9. Buradan da b-ni digər tərəfə atlasam olacaq b kvadratı sərbəli yazaq. B kvadratı çıxılsın 8b. Bir də üstə gəlsin 16. 7 ilə 9 toplayın 16. Bu da bərabər 0-a. Burada da buranda 16 toplayanda müsbət 8. Elə 4 4-də köklər. Elə bu nəyin açılışıdır? X minus 4'ün kvadratın açılışında bərabər 0. Yəni x bərabər kök olacaq. Nə? 4. Doğru cavab olacaq. Burada da B variantı. 22-ci sual. Buranı silək. Deməli, bizə deyir ki, 7 rəqəmli ədədin rəqəmlərin yerini dəyişməklə 6 rəqəm ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd yazmaq olar. Deməli, mənim ədədim burada 2, 5, 5, 7, 7, 7 və 6'dır. 6 ilə başlayırsa birinci yerə 6 yazıram. Sonra digər ədədlər yazıram. 2, 5, 5, 7, 7, 7. Deməli, burada olacaq neçə faktorial? 6 öndə gəlsin də bu heç. 1, 2, 3, 4, 5, 6. Bunlar öz aralarında yer dəyişmə olacaq. 6 faktorial. Bir də təkrarlanan faktorialına bölürdüm. 2 dənə 5'im var olacaq 2 faktorial. 3 dənə 7'm var. Bir də böləcəm 3 faktorial. Bu da bərabərdir. İxtisar aparsaq neçə olacaq? Burada 3 faktoriallar gedəcək qalacaq 4, 5, bir də 6. 6'ın da burada 2'yə ixtisar aparsaq qalacaq 2, 2 də 5, 10. 10 da 6'ya vuranda eləyəcək 60. Yəni doğru cavab olacaq B variantı. Hesablamalarda səhv olsa əgər ki. Yine siz özünüz baxıb düz versiyasını yazarsınız. Əsas həll üsulu. 23-cü sual. Deməli, belə bir çeviriyə aid sual var. AB, BC, CD, DA 12K'dır. Bura yazıram 12K. Sonra BC 8K'dır. Bura 8K yazıram. CD 2K'dır. Bura 2K yazıram. Bura 2K'dır. Qövsdən söhbət gedir dərəcəsindən. Burada neçədir? Deyir 3'dür. Burada 3K yazıram. AYB bucağı. Bu bucağı tapanda major qövsdən minor qövsünü inirdik, çıxırdıq. Yəni, belə göstəreyim. Buradakı qövsdən, buradakı bu balaca qövsü çıxıb 2'yə bölməliyim. O rəngini dəyişək. Baxın, bax, bu qövsdən bu qövsü çıxmalıyım. Onda olacaq, buradan yazıram. Bucaq A, düz yazıram da, A, Y, B bərabərdir. Sərqəli yazaq, sürətini yazıram deyə. 12K çıxılsın 2K, bölünsün 2'yə. 12K çıxılsın 2K, bölünsün 2'yə. Bu da düşəcək 5K'ya. İndi gəlin K'nı tapaq. 12K, 3K, 2K, 8K. Cəminə baxaq. 8K üstə gəlsin 12K, üstə gəlsin 2K, üstə gəlsin 3K. Bərabər nəyə? 360. Tam çevirə daxı burada. İndi burada cəmi 25. 25K bərabər 360. Bölsək K'ya olacaq 72 bölünsün 5. Deməli, K'nın da qiymətini gətirib yuxarıda yerinə yazsaq olacaq 5 vurulsun 5'də 72. İxtisar gedir qalar nəyə? 72'nin özü. Yəni doğru cavab burada olacaq 72. Bu oldu 23. 24 da suallarımız azalıb. Buranı təmizləyək. Deməli 24-cü sual deyir, Emin hansı ən kiçik tam qiymətində parabolasının təpə nöqtəsi birinci rübdə yerləşər. Deməli gəlin baxaq, birinci rübdə yerləşməsi üçün ümumiyyətlə buradan çəkirəm. Baxın, tutaq ki parabolan buradan keçir, təpə nöqtəsi buradadır. Yəni bunun ordinatı nə olmalıdır? Müsbət, yəni 0-dan böyük. X-i də nə olmalıdır? Apsisi. Müsbət, 0-dan böyük. İndi bizdə M necə tapırdıq? M bərabərdir mənfi B böl 2A düsturu ilə. Onda olacaq mənfi B, yəni bunun mənfisini götürürəm, olacaq mənfi 2 vurulsun M çıxılsın 5 bölünsün 2A'ya, A'mız 1'dir. Böyük olacaq 0-dan. Buradan tapsaq olacaq mənfi 2. Yəni burada ixtisar gedir, qalır mənfi 1. Yaxşı da belə qarışıq yazmayaq, sizdə başınız qarışmaz. Olacaq mənfi M üstə gəlsin 5 böyükdür 0-dan. Buradan da olacaq M kiçikdir 5'dən. İndi M'i tapdıq, indi N'ni tapaq. O da müsbət olmalıdır. Onun düsturu nə idi? Mənfi N bərabər idi. Mənfi D böl 4A idi da düsturumuz. Bəli. Bunu da böyle eləməliyəm 0-dan. Bunda açılışı nə idi? 4AC çıxılsın B kvadratı bölünsün 4A idi da. Diskriminantın açılışı qabağında mənfi var deyə şu işarəsini dəyişib. Böyük 0-dan. Buradan qiymətlərin yerinə yazsam A1'dir. C də M kvadratı olacaq 4M kvadratı çıxılsın 4 vurulsun. B'miz nə idi? 2 vurulsun M minus 5. Olacaq 4 vurulsun
m-5'in kvadratı. m-5'in kvadratı ilə m kvadratı çıxılsın birinci olaraq ikinci iç misli, yəni 10m. Bir də üstə gəlsin 25. Bunda böləcəm 4aya, yəni 4-ə böyük olacaq 0-dan. Yəni 4-ü çarpaz zorunda yenə bir fərq eləmir də sabitdir. Buradan da olacaq 4m kvadratı çıxılsın, vurub atacaq 4m kvadratı. Üstə gəlsin 40m. Bir də çıxılsın 100. Böyükdür nədən 0-dan. Buradan da 4m'lər gedir, qalır 40m. 100 də digər tərəfi keçir, olacaq 100. Hər tərəfdə 40-a bölsə, m də olacaq böyükdür. 0'dan 1 gedir, onda 4'ə 2,5. Deməli, bir oldu m 2,5'dən böyük, bir də 5'dən kiçik. 5'dən kiçik kəsişməsi bu ikisi daha elə deyil, 2,5 olacaq 3, 4, 5'in də özü daha aid deyil, 3'dən 4. İndi m'in hansı ən kiçik qiymətdir? Təbii ki 3 qiymət. 3'dən 4'dən hansı ən kiçikdir? Təbii ki də 3. 25-ci sual, buranı silirəm. Bu qəşəng sual idi. Deməli 25'də deyir ifadəsinin qiymətini tapın. İlk öncə gəlin buranı hesablayaq. Kök altında 6 vurulsun kosinus 25 yazıram, kosinus 25, sinus 65 kosinus 65'də çevirmə düsturuna sinus 25'ə bərabərdir. Onu da yerinə yazıram. Sinus 25 bölünsün kos 40 dərəcəyə. Bu da bərabər olacaq kök altında. Bu altında 2 vur 3 yazaq da. 3 vurulsun 2 kimi. Bu nəyin açılışdır? 2 vurulsun kosinus alfa, sinus alfa. 3 vurulsun sinus 2 alfa. Yəni olacaq sinus 25 2 vurulanda 50 dərəcə bölünsün kosinus 40 dərəcə. Elə sinus 50 dərəcə kosinus 40 dərəcəyə bərabərdir. İxtisar olacaq, qalacaq 1. 3'dən də elə kök çıxmır, qalır kök altı 3. Deməli onda birinci ifadəm nə oldu? Bunun yerinə yazacağım nə? Kök altı 3. Olacaq kök altında 3. Bir də üstə gəl 1 var. Üstünə 1 gəlirəm. Mötərizəni bağladım. Vur 3. Bir də vurulsun kök altında 3 minus 1. Bu da bərabər, təbii ki bu ikisini qruplaşdıraram. A plus B, A minus B'dir. Onda 3'ün kvadrat, kök altı 3'ün kvadrat eləyəcək 3. Çıxılsın 1'in kvadrat elə 1. Bir də bunu vuracağım nəyə? 3'ə. Buradan 3'dən 1 çıxanda qar 2. 2'ni də 3'ə vursam eləyəcək 6. Yəni doğru cavab olacaq 6. 25-ci sualdır. 26-cı sual. İntegral olmazı mütləq düşməlidir. Buranı silək. Deməli, bərabərlikdən deyir A-nı tapın. Burada integral 3'dən A 1 bölünsün x dx bərabər 3 ln 2'dir. Buradan A-nı tapmalıyıq. Onda 1 bölünsün x-in elə neydi? Düsturu, o integral, daha doğrusu ln x idi də. Buradan da 0'dan 0 neydi? 3'dən A-ya qədərdir. Bərabərdir 3 ln 2 ln 2. Buradan da belə yazaq, sərə olacaq ln A çıxılsın ln 3 bərabərdir. 3'ü də buradan qarşıya 2'nin üstünə ataq, olacaq ln 2'nin kubu eləyəcək 8. Buradan çıxma nə deməkdir? Bölmə olacaq ln A bölünsün 3 bərabərdir ln 8'ə. Deməli burada hər biri natural loqaritmadan olacaq A bölü 3 bərabər A bölünsün 3 bərabər 8'ə. Buradan da çarpaz vursa A bərabər 24. Doğru cavab oldu 24. Məncə çox çətin deyil idi integrala görə. Hə uşaqlar? Məncə çətin deyil idi. Elə 1 bölünsün x idi. Heç bizi incitmədi. Birbaşa cavab çıxdı. 27-ci sual. Buranı silək. Deyir, uyğun tərəfləri paralel olan alfa və beta bucaqlar üçün uyğunluq müəyyən edin. Uyğun tərəflər paralel və perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180 dərəcəyə bərabər olmalıdır. İndi burada bir-birlərinə bərabər olsa nisbətlər də 1 olardı. Amma burada nisbəti 1 olan heç birində yoxdur. Deməli bunların cəmi 180 dərəcədir. Birinci olacaq 2K, üstə gəlsin 3K bərabər 180-ə. 5K 180-dirsə, onda K da bərabər 36 edir də 36-ya. İndi bir olacaq 72, bir də olacaq nə? 108. Bəli. Düz yazdıq. Son bəli. İndi burada nə deyir? Variantlara baxsaq fərqi. Bunların fərqi neçə eləyəcək? 108-dən 72 çıxsam qalacaq 6, 3, 36. Deməli bir oldu nə? B variantı. Başqa kiçik 80, 135 yox. Bunlar da aid deyil. Keçirəm ikinciyə. 5K üstə gəl 4K-da bərabər yenə 180. 9K 180-dir. Onda K da bərabər nəyə? 20-yə. K 20-dirsə 5K. Biri 100 olacaq, biri 80 olacaq. Bəlkə kiçik 80-dir. Artıq 2 D variantına aiddir. Fərqi də 20-dir. 20 var mı? Yox, yoxdur. Bu da oldu 2. Keçək 3-cünü yazaq. 3-cü üçün. Alfa bərabərdir 3 betliyə. Yəni biri x-sa və yaxud da biri k-sa, o birisi də nə olacaq? 3K. Cəmi də nə olmalıdır? 180. 4K 180-dirsə K da neçəyə bərabər olacaq? 45'e. Biri 45 ise o birisi olacaq nə? 135.
Aha. İndi fərqi bunların böyüyü bəli 135-dir. 3-ə yazıram Y variantı. Fərqi neçə eləyir? 90 eləyir də bəli. Bir də A variantı aid olacaq. A-Y. 1B, 2D, 3A-Y. Bunu da silək. Keçirəm situasiya. Deməli burada uşaqlar situasiyanı oxuyarsınız. Vaxtımız getməsin deyə bir də oxumayım. Deyir ki, sandığın 28 halda sandığın həcmi. Həcmin tapmaq üçün birinci burada yarım silindir var. Aşağıda da prizma var. Bəli. Onda birinci prizmanın həcmi tasaq. Buna 1V1 deyib, buna da V2. Onda olacaq V1 bərabər də olacaq. En uzun hündürlük, yəni 0,8 vurulsun 0,6 eni. Bir də hündürlüyünə də 1 desək 1 metr. Bu da olacaq 0,48 metr kubu. Buralar silək. İndi V2'ni tapıram. V2 bərabərdir. Silindirin həcmi oturacağı vurulsun hündürlük olacaq. Yəni PR kvadratı vurulsun H. İndi bizdə bu silindirin yarısıdır. Deməli onda bunu nəyə bölməliyim 2? O da bərabər olacaq. P'miz 3'dür. Şərtdə verib 3 götürün. Erimiz bura 0,6'dırsa bura radiusda 2 yerdir. Onda birinə düşəcəyinə 0,3. 0,3'ün də kvadratı olacaq. 0,3'ün kvadratı 0,9 yazaq da, daha doğrusu %9. Bir də H'ımızda hündürlüyümüz də bax buradan bura qədər məsafədir. Yəni 1. Yəni yerinə yazacağım 1, bir də bölünsün 2. Bu da bərabərdir. 3'ü 9'a vursak 0,27 bölünsün 2'ye. O da bərabərdir. 0,135. Bəli. 0,135. Daha doğrusu 135 nədir? 1000'də 135. Deməli 1 oldu bu, 1 oldu bu. V1, V2. Onda V1 plus V2, yəni ümumi cəm mən tamamlamaq həcmi daha doğrusu. Onda toplasam olacaq 0,148 üstə gəlsin 0,100 1000'də 135. Bu da bərabərdir. 0,48 gəlsin neçə eləyəcək? 5. Burada 0 var. 8 üstü 11 toplasaq 1 yazaq. 1 yadda 5, bir də yaddaydı 6. 0,615. 0,615. Deməli həcm oldu 0,1000'də 615. Keçək 29'a. Buranı sileyim. Ne deyir? Boş sandığın kütləsini tapın. 29'da. Boş sandığın kütləsini tapın. Deməli biz necə taparıq? Onda şərt oxuyaq. Deyir sandığın hər birinin kütləsi eyni olan 10 əşya qoyularsın. Deməli sandığa birinci sandığın öz kütləsi var. Ona bir S deyirəm. Bunun üstünə gəlirəm 10 dənə eyni əşyadırsa, birinə bir X desəm 10X olacaq da ümumi kütlə. Bərabər deyir nə qədər eləyir? 24. Bax şərtdə öz yazıb 24 olur. Deyir ki, sonra birinci dəfə qoyulan əşyaların kütləsi. Deyir sandığa hər birinin kütləsi birinci dəfə qoyulan əşyaların kütləsinə 20% çox. Bu X idisə 20% çox olacaq 120%-də. Yəni 1,2X olacaq. Əvvəl X idi, oldu nə? 1,2X. İndi deyir ki 15 bu səfər 15 dənə qoydular. 10 dənə yox. Onda olacaq S üstə gəlsin 15 vurulsun 1,2X-a. Bəli, bu da bərabər deyir nə qədər eləyir? 30. Sistem təhlildə buradan həll edib S tapmalıyıq. Uşaqlar burada vaxtımız getməsin. Sistem təhlili həll eləsək alt-alta çıxsaq burada X olur. X'in birbaşa ilə qiymətini yazıram. X olur 0,75. Bir də buradan S tapsaq olur 16,5 kilogram. Yəni yekun cavabın boş sandığın kütləsi, yəni S 16,5 kilogram olur. Yəni bunu artıq özünüz hesablayarsınız. Tənliyimiz budur. Sistem tənlikdə bildiyimiz. Sonra 30-cu sual nə deyir bizə? Deyir sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərin müxtəlif olması hadisəsinin ehtimalını tapın. Aha. Deməli biz burada görürük ki, nöqtələr qoyulub. Orada kodlarda 4 dənə koddur, müxtəlif olmalıdır. Deməli 4 dənə buradan xətt çəkirəm, 4 rəqəmli ədəddir. Hər biri müxtəlifdir. Onda belə deyək də, P ehtimal bərabərdir. Hər birini bir-birinə vuracam. Birinciyə 10 rəqəmdən, 10 dənə rəqəmimiz var da, onu da yaza bilərəm. Birini işlətdikdən sonra artıq təkrarlanma olmayacaq. 9 yazıram. Sonra birini işlətsəm 8 qalır və sonra da 7 qalır. Məxrəci də təbii ki, hər birində olmalıdır. 10 vurulsun 10. Elə belə yazım da ayrı kəsirlərdə. 1 olacaq 10'da 10, vurulsun 10'da 9, vurulsun 10'da 8, bir də vurulsun 10'da 7. Təbii ki, burada onlar ixtisar gedir. Bu da bərabərdir. İxtisarlarımızı aparsaq, burada 5 qalacaq, burada 4 qalır. Başqa ixtisar olunan yoxdur. 10, 10, 100, 500. Burada qalacaq. Əslində burada bu 2 ilə də bu 10 getsə 5 qalar. Burada 2 qalmışdı. O 2 ilə getsə 5 qalar. Hə, 8-in hər biri ixtisar gedir. 5, 5, 5, 125, 9, 7, 63. Olacaq 125'dən 63 cavab. Və yaxud da burada bölsəz 0,504 eləməlidir cavab. O da ola bilər. Fərqi yoxdur. Kəsirdə qaldı ya belə qaldı. Belə bugünlük bu qədər uşaqlar. Şərt bölməsində fikirlərinizdə yazsaz sevinərəm. Məncə çox çətin olmamışdı. Yazmaq olardı. 20+ ola bilərdi.
Neçə düzünüz varsa şərh bölməsində qeyd eləyin. Sağ olun.